Dostlar salam. Bu videoda birinci dərsdə keçdiyimiz bəzi məsələlərə, həmçinin nöqtə, vergül və ya niyə nöqtə, niyə vergül kimi məsələlərə bir aydınlıq gətirməyə çalışacağıq. Yoldaşlar, ən sadəsindən başlayaq. Misal üçün biz hər hansı bir xanaya dəyər yazdırarkən sales'dan istifadə edirdik və ya range'dən istifadə edirdik və həmçinin bunlar arasında, yəni row və column indeksi bəlli edən deməli ədədlər arasında da bir vergül işarəsi qoyurduq. Yoldaşlardan biri sual verdi ki, yəni biz burada niyə vergül qoyuruq da, niyə nöqtəli vergül qoymuruq? Bu suala hardan gəldi? Böyük ehtimal ki, bilirsiniz bəzi kompüterlərdə və ya bəzi Excel istifadəçilərinin kompüterlərində əsasən belə bir şeylər görmür. Misal üçün VLOOKUP deyirəm, bir deməli funksiya üzərindən gedək və hər hansı bir yerə tıkladıqda və növbəti belə deyək, arqumenti bizdən tələb edəndə ortada nöqtəli vergül istəyir. Amma və lakin bəzi kompüterlərdə bu sadəcə vergül ilə ifadə olunur. Yoldaşlar, bunun olmasının səbəbi sadəcə sizin kompüterinizin belə deyək, İngilis və ya Asiya formatında, yəni daha doğrusu Amerikan və ya Asiya formatında olmasından asılı olan bir məsələdir. Məndə hal-hazırda Asiya formatında olduğu üçün, yəni Azərbaycan regionunda olduğu üçün məndə hər hansı bir funksiyada, belə deyək, Excel-in öz yəni default funksiyalarında, built-in funksiyalarında lap dəqiq desək, nöqtəli vergüldən istifadə edilir. Lakin VBA tərəfdə isə yoldaşlar Asiya və ya Amerika formatı yəni fərq etməksizin hər birində sadəcə vergül işarəsi qoyulmalıdır. Yəni bu istisnasız hər kəsdə belə olacaqdır. Yəni əgər biz hər hansı bir funksiyadan, hər hansı bir metoddan, misal üçün sales metodundan istifadə edirik. Hələ ki biz yəni bir neçə belə deyək də metod öyrənmişik ki, onlardan bəzisi misal üçün sales metodudur və sales metodu iki dənə arqument tələb edir bizdən, sətir və sütun və onlar arasındakı o fərqi göstərmək üçün, yəni biri sətirli, biri sütundur. Bu zaman nədən istifadə edirik? Vergüldən istifadə edirik. Yəni bu vergülün burada olmasının səbəbi olması budur. Daha sonra bir sadəcə misal üçün sales 2 dedik və daha sonra value'suna bir hər hansı bir dəyəri ötürmək istəyirik. Bu zaman isə yoldaşlar artıq xatırlayırsınızsa biz nə danışmışdıq? Var səhifə və onun xanaları və xananın özü də bir obyekt olduğu üçün xananın da özünün müəyyən propertiləri var. Misal üçün yoldaşlardan biri bəzisi demişdi ki, onun rəngi var, ölçüsü var, böyüklüyü var, genişliyi var və bir neçəsi də demişdi ki, hətta onun içərisində yazılan dəyər belə onun deməli propertisi sayılır və bu doğru bir cavabdır. Yoldaşlar, baxın, zaten onun propertisi olduğu üçün, yəni içərisinə yazılan dəyər, yəni value onun içərisində yazılan dəyər olduğu üçün sales 2-2-dən sonra nöqtə value demək artıq o deməkdir ki, yəni ikinci və ikinci xanaya, lap dəqiqdirsə, yəni ikinci sətir və ikinci sütunda olan xananın propertisinə, yəni nəyinə, value'suna bir dost sözü yazdıracam. Və fikir versəz yoldaşlar, bu properti ilə əsas metodun, belə deyək, obyektin, lap dəqiqdirsək, arasındakı o ara kəsmə və yaxud ki, onları birləşdirən bizim üçün simvol nöqtə olacaqdır. Və bu bütün belə deyək, bizim kurslar, yəni təlimlər boyunca bu dəyişilməz bir qayda olacaqdır. Yəni hər hansı bir obyektdən sonra hər hansı bir onun propertisini yazanda biz mütləq şəkildə onun arasında nöqtəni qoyub da onu bir-birinə birləşdirəcəyik. Həmçinin yoldaşlar, string dəyərlər üçün bunu daha geniş keçəcəyik, amma yenə də bu videoda demək istəyirəm. String dəyərlər üçün və yaxud ki, ədəddən fərqli bütün dəyərlər üçün biz iki dırnaq daha doğrusu istifadə edəcəyik. Yəni, misal üçün, hər hansı bir dost sözü, hər hansı bir text segmentlə yazdırmaq istəyiriksə, o iki dırnaq arasında olmalıdır. Və sonuncu məsələ yoldaşlar, bunu da demək istəyirəm sizə. Misal üçün, belə bir şey bəlkə düşünə bilərsiniz ki, mən tutaq ki, sales 2-2-də düzdür və bu yoldaşlar tam bir, yəni, bir qutu kimidir. Yəni, bunlar bir-birindən ayrı ola bilməz. Yəni, sales deyirəm, tutaq ki, deyirəm, 3 vergül deyib də aşağıya keçib də eyni belə deyək, kodun davamını aşağıdan demək, davam edə bilməsin. Hətta fikir versəz, bizə artıq xəta verdi. Çünki bu yəni bütöv bir şəkildə bir şey ifadə edir. Yəni bir sətirdə bütöv bir şəkildə, yəni nəsə bir şey ifadə edir. Yəni bunu ayrıca yazmaq, bir-birindən ayırmaq kimi məsələ yəni ola bilməz. Hətta fikir versəz, mən ayırıram, geri yerinə qaytarır. IntelliSense onu geri yerinə qaytarır. Yoldaşlar, sonuncu məsələ isə bərabərlik və yaxud da ki, buna assignment demək olar. Bu nə deməkdir yoldaşlar? Biz deməli indiyənə qədər, yəni dərsin ümumiyyətlə kursumuzun bu anına qədər hər hansı bir xanaya dəyər yazdırarkən
rəqəm və yaxud da ki, tekst heç bir fərqi yoxdur. Bu zaman biz bərabərlikdən istifadə etdik. Yoldaşlar, bu bərabərlik bizim bildiyimiz, yəni riyazi bərabərlikdən ən azından dediyim kimi kursun bu hissəsində bu bərabərlik riyazi bərabərlikdən sayılmır. Bu sadəcə burada assignment, yəni lap dəqiq desək, bərabərliyin sağ tərəfində olan dəyəri, rəqəm və yaxud da ki, tekst o sol tərəfdə olan obyektə ötürür. Yəni, misal üçün, bu dəqiqə sol tərəfdə olan obyekt bizim üçün nədir? 2 və 2-ci sətir və 2-ci sütunda olan deməli xananın propertisi, yəni valuesuna dost sözünü yazdırmaq. Bax, bu zaman bərabərlik bizdə yazdırma işini görmüş olur. Yəni, bu o deməkdir ki, yəni biz buradan nəticə çıxara bilərik ki, artıq bərabərliyin sağ tərəfində deyil, sol tərəfində olan obyektin, deməli, xüsusiyyətindən asılı olaraq sağ tərəfində olan dəyər onun, belə deyək, daxilinə və yaxud ki, propertisinə ötürülmüş olur. Bu da zaten assignment, təyin etmə. Təyin, yəni sağ tərəfdə olanı sol tərəfdəkinə təyin etdiyimiz üçün buna bir assignment əməliyyatı, operatoru demiş oluruq. Hansı ki, biz bu kodu run etdiyimiz zaman fikir versəz, 2-2 xanasına aydın məsələdir ki, valuesuna, lap dəqiq desək, dost sözünü deməli ötürmüş oluruq. Yəni, burada biz bərabərlikdən sırf sadəcə dəyəri sol tərəfdə və yaxud ki, istədiyimiz adresə ötürmək üçün istifadə etdik. Biz gələcək dərslərdə yoldaşlar indi dəyişən mövzusundan və operatorlardan danışacağıq. Bu zaman isə bərabərliyin fərqli istifadəsinə dair müəyyən nümunələri də həmçinin görmüş olacağıq.